Media Doktor, sağlığın varlığındır. Media Doktor başladı. Her vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Bugün sizinlə aparıcınız mənəm Sona Bunina. Televiziya və radio işçilərinin peşə bayramı münasibəti ilə bütün həmkarlarımı təbrik eləyirəm və bugün münasibəti ilə onlara can sağlığı arzulayıram və hər zaman peşələrinin üzərində ayıq-sayıq dayanmalarını və yollarında daim yaşıl işığın yanmalarını diləyirəm. Bugün studiyamızda çox maraqlı bir mövzumuz var. Son dövrlərin əsas problemlərindən sayılan və çox təəssüflər olsun ki, övladlarında bu diaqnozu valideynlərin eşitmək istəmədiyi bir problemdən danışacağıq. Söhbət autizmdən gedir. Bugün mənim müsahibim Parlaq Psixoloji Nitq və İnkişaf Mərkəzinin rəhbəri defektoloq logoped Ayşən Nəcəfova olacaq və onunla birlikdə biz bugün autizmlə bağlı suallarımıza cavab tapacağıq. Ayşən, xoş gəldin. Hər vaxtın xeyir olsun. Mən də sizi təbrik eləyirəm. Uğurlarınız bol olsun, enerjiniz yüksək olsun, bizə də yaxşı təsir eləsin. Amin, sizinlə bahəm inşallah. Ayşən, mən bilirəm ki, sizin mərkəzinizdə autizmlə bağlı çox gözəl nəticələr alınır və bunu... Hətta insanlar inana bilmir ki, həqiqətən autizm sindromunu diaqnozlu uşaqda bu inkişaflar ola bilər. Yəni, hətta sizin səhifələrinizdə də bu daim paylaşılır və nəticələri göstərirsiniz. Bu həqiqətən ürək açandır. Ən gözəl deyir, biclik düzlükdür və bu düzlüyü açıq-aydın siz əslində qarşınızda olan insanlara göstərirsiniz ki, buyurun, bu meydan, bu da şeytan, bizim gördüyümüz işlər meydandadır. Həqiqətən də hətta yadımdadır, mən efirdə sizin mərkəzdən autizmlə təlim görən bir balamızı görüb şoka düşmüşdüm. Hətta onun autizm olduğuna inanmadım. Sən deyəndə ki, o autizmli balamızdır. Ayşən, bugün autizm diaqnozunu qoymaq üçün valideyn övladının hansı zamanını gözləməlidir? Autizm nə vaxt diaqnoz olaraq qoyula bilir? Gözləməməlidir. Valideyn, zaten bizim valideynlərin problemlərindən biri də budur ki, gözləyirlər ki, qonumdan, qonşudan eşidirlər ki, 3-5 yaşında arasında 3-5 yaş arasında autizm diaqnozu təsdiqlənir, hələ diaqnoz qoyulmayıb, ona görə də problem yoxdur deyə düşünürlər. Autizmin göstəriciləri hamımız bu dəqiqə internet əsridir, internetdən istifadə edirik. Girib bir göstəricilərə baxmaq lazımdır ki, göstərici sadəcə çağıranda baxmamaq deyil, sadəcə göz kontaktı deyil. Burada başqa duyusal məsələlər var, psixoloji nüanslar var, daha sonra hətta fizioloji bəzən göstəricilər ola bilər. Bu demək deyil ki, autizmin fizioloji göstəriciləri var, demək istədiyim o deyil. Və bir çox nüanslar var. Sadəcə bu iki məsələdən yapışıb qalmaq lazım deyil. Uşaq adına reaksiya vermirsə, həmişə deyirəm, bu demək deyil ki, bu uşaq autizmdir və yaxud adına reaksiya verirsə, bu demək deyil ki, mütləq bu uşaq autizm deyil kimisindən. Ümid edirəm cümləni düz qurdum. Bəzən olur ki, belə texniki səhvlər edirəm radioda. Məsələn, biz ən son Kənan adında bir balamızın videosunu paylaşmışıq. Hansı ki, məhz autizm diaqnozlu uşaqdır və onu da deyim ki, biz mərkəz olaraq Sona gəlirlər hər gün, onlarla konsultasiya eləyirik və təbii ki, bizim mərkəzə ən çox autizm diaqnozlu uşaqlar müraciət eləyir. Birbaşa mənim marağımda olan bir məsələdir bu. Siz özünüz də bilirsiniz ki, illərdir çalışıram mən məhz autizm sindromlu uşaqlar ailələrlə bərabər. Deməli, Kənan adında bir balamız var. Biz onun videosunu paylaşmışıq. Nəyi demək istəyirdim? Demək istədiyim oydu ki, bizdə hər gün onlarla konsultasiya olur və əksəriyyəti gəlir autizm diaqnozludur. Lakin biz bunu, biz təbii ki, həkimin işinə qarışa bilmərik. O başqa məsələ. Biz müalicə yazmırıq filan, bəsməkan. Amma bəzən olur ki, aldadıcı ola bilir. Həkim demirəm səriştəsizlikdən. Bəzən olur uşaq çox belə narahat vaxtına düşür. Həkim düşünə bilir ki, autizmdir. Zaten autizm bir dəfəyə təsdiqlənən bir diaqnoz deyil. İndi olur, gəlirlər ki, biz amma araşdırırıq özümüzdə. Müəyyən yoxu bir çox testlərdən keçirdirik. Psixoloji, duyu, logopedik, digər məsələlər hamısından ki, bu uşaq həqiqətən autizmdir ya yox. Həqiqətən autizm olduğuna əmin olmadığımız uşaqları heç vaxt autizm adından paylaşmırıq. Bir kərə biz bunu eləyə bilmərik. Hər halda o deyir, ağrımayan başımıza niyə saqqı salaq durduq yerə? Yəni... İndi bu axırıncı Kənan adında uşağımızın paylaşımını eləmişik və həm Instagramda, həm TikTokda çox belə bizə görə möhtəşəm və qəribə geri dönüşlər almışıq. Yüzlərlə rəy var.
və hamısı yazanlar iddia edir ki, hansı ki loqopedlər, psixoloqlar deyirlər bunu yazanlar. Nə bilim, arasında dırnaq ustası var idi, arasında satıcı var idi, arasında başqa bir nəysə bir ustaları var idi və s. və s. Yəni bizim sahəyə aid olan adamlar deyildi, ən azından ona şükür elədik. Və yazanların əksəriyyəti deyir ki, bu uşaq autizm diaqnozlu deyil. İndi biz təbii ki, bir tərəfdən çox şadıq buna ki... Dırnaq düz bilir də, sizdən çox bilir. Siz hamı öz işini görsə çox yaxşı olar. Mən orada o qədər yüzlərlə rəy var idi və SMM hamısını atır ki, nə yazım, nə deyirəm, biz bunların hamısına bir-bir yaza bilməliyik axı. Axı bütün dünyada mütəxəssislər, həmçinin bizdə Azərbaycanda biz mütəxəssislər, bu işlə məşğul olan həkim, psixiatrlar deyirlər ki, vaxtında düzgün müdaxilələrlə autizmdə o göstəriciləri minimum səviyyələrə çalmaq olur. Bunu təkcə biz demirik ki. Bəs yaxşı, bu sözlər nəyə görədir? Və yaxud da... Çünki Ayşən, biz çox üzr istəyirəm, qamçılamağı öyrənmişik axı. Biz yaxşıya yaxşı deməyi yaxşı bacarmırıq axı. Problem buradan qaynaqlanır. Biz niyəsə istəyirik ki, qoy problem olsun, problem şişsin, biz orada bir qəşəng bir qınaqla ortalığa atılıq və qəşəng sözlər deyək onların ünvanlarına. Girib oxsanız, indi mən bir-bir istəmirəm onları səsləndirim. Yəni, girib oxsanız... Girib baxacam mütləq. Həqiqətən belə bir romanımız var idi, bir gülüş içində ağlamaq romanı idi, nə idi? Göz yaşları içində gülüş. Bizimki göz yaşları içində gülüş idi, o SMS, onlara baxanda o rəylərə. Ayşən, qısa bir fasiləmiz olacaq, fasilələrdən davam eləyək. Bu arada dinləyicilərimizə demək istəyirəm ki, əgər suallarınız varsa autizmlə bağlı ya da övladınızda hər hansı bir belə bir diaqnoz qoyulubsa ya da şübhəniz varsa, biz sizi efirimizdə dinləyə bilərik. Media Doktor, sağlığın varlığındır. Media FM-in efirində Media Doktor davam eləyir. Mənim bugün müsahibim Ayşən Nəcəfova, Parlaq Psixoloji Nitq və İnkişaf Mərkəzinin rəhbəri, defektoloq, loqoped. Mərkəzlə əlaqə saxlamaq istəyən dinləyicilərimiz 055 893 72 79 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Biz autizmlə danışırıq. Fasilədən öncə Ayşən dedi ki, əslində yaxşı olar ki, hər insan öz işi ilə, öz peşəsi ilə məşğul olsun. Bizim gördüyümüz işlərə öz mənfi rəylərini sözün əsl mənasında özlərinə saxlasalar yaxşıdır. Tənqid olar, əlbəttə ki, tənqidə açıq olmayan müəssisələr inkişaf eləyə bilməzlər. Bəli. Sadəcə biz autizm sindromu uşağı, sağlam bildirilən autizm fikirlər. sindromu, biz bu incimək məsələsi deyil, biz orada yazılanı təbii ki incimirik. Əslində bu bizim uğurumuzdur ki, bu Kənan adlı övladı balamızın, bəli, autizm olduğuna heç kim inanmır ki, ola bilməz bu qədər irəliləyiş olsun. Tək inanmasınlar. Sadəcə buradan bizi izləyən varsa o yazanlardan, yəni bir sual vermək istəyirəm ki, yəni niyə axı əgər uşaqda inkişaf olmayacaqsa, autizm sindromlu diaqnozlu uşaqlarda, şəxslərdə inkişaf olmayacaqsa, bu uşaqlar niyə təlimə gedir onda? Niyə valideynlər boğazlarından kəsib bu qədər pullar xərcləyirlər, vaxtlarını xərcləyirlər? Niyə bu qədər elm inkişaf eləyir? Hər il yeni proqramlar ortaya çıxır. Bütün bunların bir nəticəsi olmayacaqsa, biz deyəcəyik ki, mərkəzlər niyə bu işi görürük? Və s. Yəni mütəxəssislər bu qədər özümüzü inkişaf edir. Niyə axı? Bu uşaq təlimə gedirsə, deməli nəticəsi olmalıdır. Və autizm bilirsiniz, hər zaman deyirəm ki, bəli, dünyanın bəlasına çevrilə bilər, çünki artıq çoxdur. Amma bu faciə deyil. Biz bunu aradan qaldıra bilərik. Vaxtında düzgün atılan addımlarla. Və buradan onu da əlavə eləmək istəyirəm ki, bizdə sürətləndirilmiş hətta autizm proqramları var. Biz çox iddialıyıq da, bilirsiniz, autizmlərlə bağlı, autizm diaqnozu ilə bağlı. Çünki biz illərdir, məsələn, rəylərdən biri var idi ki, bunlarla gedib nəsə müqavilə imzalayasan, garanti verərlər, sonra nəsə olmasın, verəsən bunları məhkəməyə. O qədər də belə ürəkdən yazmışdı biri. SMM-imiz də yazıb necə məsləhətdir. Yəni biz iddialıyıq bu mövzuda. Təbii ki, və artıq elm bunu təsdiq eləyir, müasir elm də bu özünü sübut eləyir ki, autizm bir çoxlarımızda var. Sadəcə bəzilərimizə, həyatlarımıza, günlük yaşam rutinlərimizə mane olacaq səviyyədədir, bəzilərimizə mane olmayacaq səviyyədədir. Və bizim sloqanlarımızdan biri bilirsiniz, autizm işini bilən mütəxəssislərlə autizm deyil. Bu illərdir bu sloqan bizdədir, bu şüar bizdədir daha doğrusu. Çünki biz işimizə güvənirik, biz mütəxəssislərimizlə bilirik nə formada eləyirik və yüzlərlə
onlarla desəm azaldaram, minlərlə desəm biraz bəlkə də müəyyən qədər yax düzgün çıxmaz, amma yüzlərlə bizim autizm sindromlu uşaqlarda irəliləyişlərimiz var. Autizmli övladların ailələri ilə çox yaxın münasibətlərimiz var, o əlaqələrimiz var və onların da əksəriyyəti bunu təsdiq edirlər ki, bizim səhifələrimiz onsuz buna belə deyək də birbaşa nümunədir ki, nəticə var. Hətta mən sizə bir nüansda vurğulayım ki, biz bilirsiniz də bizim kimi cəmiyyətlərdə o bəzi qaydalar var ki, o qınamaq qaydası başqasında varsa və yaxud da ana uşaqda bir problem varsa mütləq ki, anadan keçib kimi belə bir nüanslar. Təəssüf ki, bu mənfi məsələlər hələ də var və bizdə səhifədə paylaşılan, inanın ki, 5 uşaqdan 3-ü autizm diaqnozudur. Sadəcə biz onun hamısını yazmırıq. Həm bir növ şuuraltı mesajı ötürmək istəmirik ki, yəni autizm bu qədər çoxdur. İnsan nəyi görür, o qədər şuur. Bunu izləyən çünki yeni ana olmağa hazırlaşan insanlar var, araşdıranlar var. Biz bunu şuuraltı çox ötürmək istəmirik. Sadəcə bəzi uşaqlarda artıq bir ekstra bir əziyyət var, ekstra bir zəhmət var və burada təkcə bizim zəhmətimizdən söhbət getmir, həm də valideynlərin zəhmətindən söhbət gedir. Onu biraz belə allandırıb şallandırıb paylaşmaq istəyirik. O zaman da belə reaksiyalar almışıq. Dediyim kimi bizim sahəyə heç aidiyyatı olmayan insanlar, amma hər halda xoşdur yenə də o rəyləri almaq. Çünki bu bizim işimizin nə qədər mükəmməl səviyyədə olmağından irəli gəlir. Yəni ki, hətta insanlar inanmayıb ki, autizmlə əziyyət çəkir balamız və nəticə etibarilə də narazıdırlar hətta. Bu arada dinləyicilərimizə bir daha demək istəyirəm. Bugün bizim müsahibimiz Ayşən Nəcəfovadır. Parlaq Psixoloji Nitq və İnkişaf Mərkəzinin rəhbəri, eyni zamanda defektoloq, logoped. Əlaqə saxlamaq istəyən dinləyicilərimiz 051 893 72 79 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Efirimizi yığmaq istəyirsinizsə 055 999 1055, WhatsApp-dan yazmaq istəyirsinizsə 070 515 1055 nömrəmiz aktivdir. Media doktoru dinləyirsiniz. Autizmlə danışırıq. Autizm son dövrlərin həqiqətən çox yayılan problemlərindən biridir və çox təəssüflər olsun ki, analar, hətta həkimlər deyəndə ki, övladınızda autizmin əlamətləri var, bunu yaxına belə buraxmaq istəmirlər ki, nə danışırsınız? Yəni hal-hazırda autizmin əlamətləri diaqnozu artıq daha məşhurdur. Və uşaqda autizm əlamətləri varsa, bunu vaxtında həll edirik, aradan qalxır. Təkrar edirəm, internet əsridir. Girsin, araşdırsınlar valideynlər və autizmli uşaqlarda bilirsiniz də nə deyirəm? Yorulmadan bunu deyirəm. Çünki hər dəfə əlavə bir nəfər belə eşitsə, mən buna sadəcə şad olaram. Çünki biz onsuz bütün Azərbaycana və ya da bütün autizm diaqnozlu insanlara çata bilmərik. Amma hər halda bu sözümün kiməsə çatması, bir valideynin o özünü bir müəyyən bir yaxşı gərginlikdən çıxmasına səbəb olursa, nə xoşbəxt mənə. Əgər uşağın bu dəqiqə autizm eləyən, daha doğrusu autizm əlamətləri nələrdir? Uşağın yaşına uyğun nitqinin olmaması, anlama qavramasının olmaması, duyu həssaslığının olması, bütün bunlar onsuz ayrı-ayrılıqda uşaqlarda özünü göstərir. Və bunlar ayrı-ayrılıqda həll olunur. Həmişə deyirəm, bilirsiniz. Və kompleks halda da həll olunur. Bəli, orada müddət məsələsi var, təbii ki, ekstra bir əziyyət var, zəhmət var, o başqa məsələ. Və hər bir nüansı detallı işləmə var. Bəli, və filiallarımız haqqında məlumat vermək istəyirəm. Bilirsiniz, biz illərdir fəaliyyət göstərdik və mütəxəssislərlə çalışırıq. Bura həm işini bilən anlamında mütəxəssislərdən söhbət gedir, həm də eyni zamanda diplomlu anlamında, yəni hər iki anlamda. Və bizim filiallarımız Əhmədli metrosunun çıxışı, Azadlıq metrosunun çıxışı, Gəncədə, Sumqayıtda, Xırdalanda, Şirvanda, yəni müxtəlif ərazilərdə filiallarımız fəaliyyət göstərir və dediyim kimi biz məhz mütəxəssislərlə çalışırıq. Çünki biz nəticə yönümlü mərkəzlərdənik, sosial şəbəkələrimiz də buna onsuz birbaşa nümunədir, təkrar eləyirəm. Və autizmlə bağlı da bizim çox yaxşı sürətləndirilmiş proqramlarımız var. 21 günlük proqramımız var, başqa proqramlarımız var və bütün bunlar üçün uşaq hər tərəfli yoxlanılır, uşağa uyğun fərdi proqram qurulur və adətən bəzən valideynlər bizə bir yaxşı də belə yarı zarafat, yarı ciddi deyirlər ki, falçısınız Ayşə müəllimə, necə oldu bu belə oldu? Deyirəm, yox, valla nə falçılıq, sadəcə elm var, nəzəriyyə var, praktika var. Yəni bu neçə illərin o qarşımızda gördüyümüz nümunələri var. Bütün bunlara uyğun fərdi təhsil planı qururuq və fərdi təhsil planında demək olar ki, adətən nə plan qururuqsa, o ayın sonuna uşaqda olur. Bu
duyusal sferada da problemdəki ola bilər, psixoloji da ola bilər, logopedik də ola bilər, fərqi yoxdur. Buna təbii ki, praktikamız da imkan verir və təbii ki, təhsilimiz də o da öz yerində, təhsil praktika yan-yanaşı olmalıdır. Bax belə. Ayşən, mən istəyirəm ki, autizmlə bağlı biraz bu qidalanma məsələlərinə də toxunaq. Bildiyim qədərilə orada qidalanmaya da müəyyən nüanslara diqqət olunmalıdır. Sırf autizmlə əziyyət çəkən uşaqlarda. Qadağan olunan qidalar varmı? Buna belə deyim, qidalanma, düzgün qidalanma hamıya lazımdır. Mən bunu xüsusi ayırmazdım ki, məhz autizm sindromlu uşaqlar üçün bu keçicidir. Siz də şokolad yeyəndə ekstra bir enerjiniz olacaq, autizm sindromlu uşaqda. Nə bilim, bir xəmir xörək yeyəndə sizin də bir belə uyuşuqluğunuz olacaq. Autizm təbii ki, orada belə deyək də, biri var sizin mənim hiperaktiv olmağımız, biri var hansısa bir diaqnoz. O diaqnoz var deyə, həm deyirəm ki, uşaqların adı ağır olur. Vallahi yazıq uşaqlar. O diaqnoz var deyə, ayaman yox ekstra. Yəni belə ümumi hər kəs yediyinə, içdiyinə diqqət eləməlidir. Düzgün qidalanmalıyıq, sağlam qidalanmalıyıq, aktiv olmalıyıq. Amma bizdə nə edirik? Bir dəfə seminarların birində bunu demişdim ki, autizmli sindromlu uşaqların anaları ilə danışıram ki, biri deyir ki, hə yox, mən çox hava soyuq oldu, məsələn, çox çölə çıxartmıram, tez xəstələnir və yaxud da bağçaya qoyuram, tez xəstələnir, ona görə saxlatmışam. Gündə mütləq 5 dəfə bu qidanı verirəm, onu edirəm, bunu edirəm. Deyirəm, baxın, əksəriyyətində uşaqları danışmayan, müəyyən qədər belə deyim də ağır olan autizmli uşaqların valideynləridir. Deyirəm ki, baxın, autizmli uşaqlar, indi bunu radioda necə izah eləyəcəm, göstərmək asandır çünki. Yəni bu davamlı belə eləmişik də bu vaxta qədər. Yəni qayğı göstərmişik, sığallamışıq. Sən nə deyirsən odur. Hə. Bu gündən sonra bir müddət bunun əksini eləyir. Yəni qayda qanunlarımız olsun. Əvvəl tükləri öz istiqamətində darıyırdınız, indi əks istiqamətində darıyın. Yoxlayın da bir təcrübədir. Yəni bu günə qədər elədiyinizin fərqlisini eləyin. Yemək də qidada dediyim kimi bir çoxlarımız bu dəqiqə diqqət eləməliyik. Hə, təbii ki, bir diaqnoz faktoru olan uşaqlarda ekstra. Lakin bu o demək deyil ki, nədir? Hə, yanlış olan nədir? Məni bu istiqamətdə danışdıran məsələ nədir? Təəssüflər olsun ki, bəzi valideynlər bu formada kimlərsə tərəfindən o istiqamətə aparılır ki, məhz diyeta ilə autizm tamamilə aradan qalxacaq. Bax, mən sualı ona görə sənə verdim. Logopedik seansla, diyeta ilə, düzgün müalicə, dərmanlar lazımdırsa onlarla, psixoloji nüans seanslarla, duyu, bu. Bütün bunlar kompleks halda, bəli, autizm sindromlu uşaq və ya şəxslərdə irəliləyiş olacaq, illaki olacaq. Ay yox, inandırılan o məsələ məni narahat elədiyi üçün bu istiqamətdən mən girdim mövzuya ki, yəni məhz diyet olan yerdə mütləq ki, autizm aradan qalxacaq deyə bir hal yoxdur. Yoxsa təbii ki, qidalar bizim hərəkətlərimizə təsir edir, bizim əhval-ruhiyyəmizə təsir edir, sağlamlığımıza təsir edir və bir də bilirik də bu bilinən məsələdir ki, bağırsaq bizim ikinci beynimizdir. Daha sonra mədə sistemi bizim birbaşa sinir sistemimizlə əlaqəli olan bir orqanımızdır. Yəni düşünün, bu bizim yediyimiz o mədə, bağırsaq sağlamlıq deyil. Təbii ki, bu sizdə də ekstra başqa bir vəziyyəti daha da gərginləşdirəcək. Həmçinin bəli, diaqnoz faktoru olan uşaqlarda da. Onlarda da bəli, diqqət eləmək lazımdır. Ayşən, daha bir sual verəcəm bununla bağlı. Tibbi mərkəzlərdən birində belə bir fikir səsləndirdi həkim ki, biz autizmlə bağlı balalarımızı yoxlayanda, analiz edərkən onlarda çox zaman ağır metalları belə deyək, normadan qat-qat yüksəkdə görürük. Ümumiyyətlə bilmirəm, yəni o sizdə nəzəriyyədə belə bir tərəf varmı ki, hə, ağır metallar orqanizmdə çox olarsa bu həm də autizmə səbəb ola bilər. O çox diqqətimi çəkmişdi həkim deyəndə. Gəl mən sizə belə ümumi bir cavab verim ki, baxın, autizm diaqnozu, autizmli fərdlər, bütün insanlar individualdır, o sözsüz ki. Sadəcə bir diaqnoz olaraq götürsək, məsələn, Down sindromlu uşaqların bir-birinə oxşar tərəfləri çoxdur. Kəmallıq diaqnozu olan uşaqların bir-birinə oxşar tərəfləri çoxdur. Autizm isə diaqnoz olaraq, bir fərd olaraq götürsək, tam individual bir məsələdir. Yəni bəzilərində 2 yaşdan sonra özünü göstərə bilir, bəzilərinin 3 yaşdan sonra özünü göstərə bilir, bəzilərinin ümumiyyətlə anadan olandan 10 aylığından göstərə bilir. Və bunun dünənə qədər tutalım ki, elmdə biz autizmin 3 növünün adını çəkirdisə, isə 13 növünün adını çəkirik. Yəni məsəl üçün nümunə olaraq deyirəm rəqəmi. Yəni autizm o qədər individualdır ki, biz autizmi biz sadəcə hər gün öyrənirik. Məsələn, illərdir araşdırırıq, biz nə fikirləşirik? Gah metalları deyirik, gah hüceyrə neyronlara qədər enmişik. Bəzən o təbii
başqa səbəblər deyirik ki, məsələn, biz artıq bütün hamının evində cefalilər var, bu spot işıqlar var. Bəli. Bunların təsirindən ola bilər. Radio dalğalar filan. Bəli, ya, o qədər var ki, çox fərqli-fərqlidir. Və ona görə də mən sizə konkret deyim ki, hə, bəs sonuncu araşdırmalarda bu dəqiq məlum oldu ki, metal çoxdursa o uşaqda autizm var. Yox. Çünki günü-günlə artıq autizmin formaları da mutasiyaya uğrayır deyim bir cür necə formada deyim ki, və düzgün izah eləmiş olum ki, çox fərqli-fərqli formalarda özünü göstərə bilir. Yəni bəzən baxırsan ki, bu uşaq, özüm şübhələnirəm ki, mərkəzə gəlir, hə, həkimi falan doktorlarda savadına yəni inanırıq. Bəzən özüm şübhələnirəm ki, falan uşaq görəsən dəqiq autizmdir. Amma elə bir yerdə elə bir hərəkət edir ki, bəli, nəsə bir hərəkət nümayiş etdirir ki, başa düşürəm ki, hə, yəni autizm diaqnozu var. Bəzən amma bir həftə 10 gün heç nə müşahidə eləmək olmur. Yəni dediyim kimi bir növ mutasiyaya uğrayır desə düzgün olar yəqin ki. Bir də valideynləri ən çox narahat eləyən məsələlərdən biri nədir ki, belə bir problemi olan balalarımız məktəbə gedə bilmirlər. Bəzən də o ipə sapa yatmayan autizmlər deyirlər. Onlarla da valideynlər deyir ki, yox, mümkün deyil. Mən istəyirəm hər iki nüansa toxunaq. Autizmli balalarımız məktəbə gedə bilərmi? Təlimlər onlara məktəbə gedəcək qədər nəticə verərmi? Bir də o ipə sapa yatmayan autizm nədir? Tamam. Demək, illər öncə ölkəmizin prezidenti İlham Əliyev tərəfindən verilən bir qərar var, təsdiqlənmiş bir qərar var, inklüziv məktəblər yaradılıb. İlk öncə pilot layihələr oldu ki, görək ki, nəyi düz edirik, nəyi səhv edirik və qəşəng bir mərkəzləşdirilmiş sistem otuzduruldu və inklüziv məktəblər, inklüziv siniflərin sayı günü-gündən çoxalır. Hər il yeni məktəblərdə yeni inklüziv siniflər açılır və müəllimlər təkmilləşdirilir. İstər orada çalışan psixoloq, loqopedlər, istər məktəbin o ibtidai sinifində olanlar və yaxud da yuxarı sinifdə. Və bura qədər təbii ki, o bir növ belə deyək də, uşaq təbii ki, bir də nədir, inklüziv təhsilin o qəbul prosesi necədir? Təbii ki, uşağa baxırlar ki, orada 18+2-dir də səhv xatırlamıramsa, 18 nəfər belə deyək də tipik dediyimiz uşaqdır. 2 nəfər isə atipik dediyimiz uşaq, yəni xüsusi qayğıya ehtiyacı olan uşaq. Bura Down aiddir, autizm aiddir, kəmağıllıq, serebral iflic bir çoxları. Təbii ki, indi hər məktəbdə olmur serebral iflicə uyğun nəsə şərtlər, indi onu bölüşdürürlər necəsə nətərsə. Və orada bizim təbii ki, o inklüziv təhsilin amallarından biri odur ki, o 18 uşaq o 2 nəfərə mane olmamalıdır, 2 nəfər də 18 nəfərə mane olmamalıdır. Əksinə, onlar bir-birinə yaxşı nələrsə qatmalıdırlar. Və ona görə təbii ki, uşaqlar seçilir, sonalınır, ondan sonra qəbul olunur. Və buraya qədər də valideyn bu birdən-birə uşağı heç bir təlimə aparma, heç bir müalicələrə aparma, birdən-birə 6-7 yaşında apar ki, inklüziv təhsil var, autizm sindromlu uşağın var, onun mütləq təhsil almaq ixtiyarı var. Bu yanlışdır. O vaxta qədər təbii ki, uşağın üzərində işlənilir, çalışılır, uşaq müəyyən təlimlərlə müəyyən bir yerə gəlib çatır. Ondan sonra bəli, inklüziv təhsildə təhsil ala bilir çox rahatçılıqla. Tutalım, bir valideyn sizə müraciət elədi və dedi ki, övladımda autizm problemi var. Ona təlim hardan və necə başlayır? Hansı mütəxəssislər həmin uşaqla məşğul olur və burada pedaqoq işi varmı? Bizdə adətən uşaqlar erkən yaşdan bizə müraciət edirlər. Çünki illərdir artıq o dilimdə o tüy bitib ki, yəni tez başlayaq, erkən başlayaq, nə qədər tez başlasaq o qədər yaxşıdır. Sağ olsun valideynlər sözümə etimad edirlər. Məhz autizmdən bağlı xüsusilə ki, sözümə etimad edirlər, çox tez başlayırlar. İndi olur, bəzən təəssüflər olsun ki, ya gec başlayanlar olur, ya təəssüf ki, indi işini bilənlər var. Bilməyənlər də təəssüf ki, hər sahədə var, həmçində bizim sahədə. Bir də görürüz ki, uşağın 2 ili, 3 ili, 4 ili gedib hətta gəlirlər. Və uşaqlarda individual da əslində başlama, ancaq adətən mən tərəfdarıyam duyusal tərəfdən başlansın. Çünki vaxt var idi, siz o ergoterapist anlayışı, duyusal problemlər bizdə yox idi. Yəni bizdə məlumat yox idi, data yox idi. Ancaq indi var. Və mən hərdən fikirləşirəm ki, yəni bu ergoterapiya sahəsi daha yaxşı inkişaf elədikcə hətta bəlkə loqopedlərin işinə ehtiyac qalmaz. O dərəcədə önəmlidir, fundament olaraq çox önəmlidir. Mən adətən onu məsləhət görürəm. Təbii ki, ehtiyac varsa, ehtiyac yoxdursa başqa məsələ. Mənim üçün başlanğıc duyudandır, psixoloqdur, daha sonra loqoped və pedaqoqdur. Təəssüflər olsun ki, bizdə nədir məsələ? Autizm sindromlu uşaqlar mərkəzlərə başlayırlar, eyni vaxtda bütün dərslər. Duyu, psixoloq, loqoped, pedaqoq, nə bilim, reabilitolog bəzən olur, nə bilim, fizioterapevt, masajist
həqiqətən belə əlim üzümdə qalır ki, bunlar neynirlər ümumiyyətlə, nə işlə məşğuluq biz. Yəni bir uşağı o qədər yükləmək lazım deyir. Ondan sonra 2 saat getsin, təmiz havada gəzsin, ayaq yalın torpaqda daha yaxşıdır. Hətta heç olmaz soyuqlasa da olar, immuniteti yaranacaq Sözün formalar. əsməsi yığışıb başına oynaşırlar. Formalaşacaq. Yəni uşağa sırayla o biraz belə kobud çıxmasın deyəcəyim bir o məsələ deyir, o atları qovmağın mənası yoxdur da. Yavaş-yavaş. Adətən o duyu psixoloq qəşəng bir fundament verdin. Hə, nə gözəl. Ondan sonra loqopedə ehtiyac varsa keçirdin loqopedə. Loqopedə illaki ehtiyac ola bilər. Amma biri var ki, sən birinci gün belə deyim də, biz böyük insanları bu ağız həssas nöqtədir. Biz özümüz ən son hansı həkimə, biz ümumiyyətlə millət olaraq həkimə ən son gedirik o heç. Yəni. Ancaq ən son həkimə getdiyimiz diş həkimidir. Stomatoloqdan qaçırıq ki, ay aman bacardığımız qədər uzadırıq. Çünki bu artikulyasiya çox həssas zonadır. Və düşünün ki, autizm, Down sindromlu bir uşağı və yaxud da digər diaqnozu fərqi yoxdur. Birinci gündən gəlib oturtururlar ki, loqoped də var, sənin ağzından işləyəcək. Uşaq təbii ki, qorxacaq. Uşaq orada heç nə öyrənməyəcək. Uşaq hər dəfə ağlayacaq orada. Və yaxud da ən yaxşı halda qorxub susacaq. Yəni heç nə. Çünki həssas zonadır o ağız. Və nəzərə alsaq ki, autizmli uşaqlar onlara toxunmağı sevmirlər. Bəli, düşünün, autizm sindromlu uşaqlarımızın əksəriyyətində toxunma problemi var. Bəli, taktil problem var. Bəli. Toxunma problemi olan uşağa biz yazmışıq loqoped dərsinə. Təsəvvür edə bilsə orada faciəni. Yəni, çünki o toxunmasını, anasının belə toxunmasını istəmir. Yəni. Amma onunla belə hələ də bəzən o çətinliyi yaşayırıq ki, duyu nəyə lazımdır? Deyirəm, valla, baxın, mən loqopedəm, düzdür. Belə artıq keçmişəm o qrubu variantda, loru dildə izah eləməyə. Deyirəm, baxın, mən loqopedəm və sizin övladınızı loqopedə yazsam ki, gələnlər sağ olsun, əksəriyyəti təbii ki, adətən deyirlər ki, autizm uşağı mütləq Avşən Nəcəfova götürsünlər, ən azından konsultasiyasının proqramını versin. Deyirəm, nə gözəl, baxın, bu uşağı əgər loqopedə yazsam, artıq bu formada izah edirəm ki, valla, bütün pulu mənə ödəyəcəksiniz. Yəni, nəticə mənə nəsə bir meyvə falan vermirsiniz ki, pul ödəyirsiniz bunun qarşılığında. Nə gözəl, bazar iqtisadiyyatıdır, hamı pul qazanmaq istəyir. Amma bunu vicdanla qazanmaq lazımdır axı. Sənin uşağına duyu lazım olduğu halda mən necə onu loqopedə yazım özümə ki, yəni qoy mən əlavə bir 5 nəfər də bir əlavə paylaşım uşağım olsun, bir 5 manatda artıq pul qazanım. Duyu lazımdır, psixoloq lazımdır. Evin fundamenti çox önəmlidir. Hər zaman deyirəm, evin fundamenti yaxşı olacaqsa, ora suvaq vur yaşa. Evin fundamenti yaxşı deyilsə, onun o fundamentində nəmişlik varsa, bizdə də varsa, sən ora belə bahalı mebelləri qoy, bahalı boyları vur, o nəmişlik onu məhv eləyəcək axır əvvəl. Sən bir müddət özünü aldadacaqsan ki, ay nə gözəl evin var. İndi bu uşaqlarda da həmçinin nəinki autizmi, bir çoxlarında. Bu dəqiqə nitqləngiməli uşaqlara duysal problemlər çoxdur. Uşaqların əksəriyyəti ət yeyə bilmir, qida seçicilikləri var, meyvə yeyə bilmirlər, səs həssaslığı var, nə bilim, saçlarını kəstirə bilmirlər, uşaqlarla toya getmək olmur, marketə gedirlər, uşaqlar özlərini belə itirən səviyyədə özlərini apara bilmirlər, təəssüf ki. Burada o qədər çox, yəni duyu dediyimiz sadəcə toxunsal həssaslıq deyil də, burada çox həssaslıq var. Ayşən, bir həm valideyn, həm də yenə də bir jurnalist açısından sənə sual verəcəm ki, bugün məsələn, bizim dövrümüzdə bizim yaşıtlarımız çox az olardı. Məsələn, mağazada uzansın yerə, özünü yerə çırpsın ki, mənə məsələn istədiyin falan şeyi al. Bugün bu formada uşaqlarımızı çox görürük. Eyni zamanda nə belə deyək sağlamıyla, nə də ki autizm problemi olan fərqi yoxdur. Səhhətində hər hansı problemi olan və olmayan balalarımız. Baxıram ki, valideynlər onlarla ünsiyyətdə, onlarla bacarmırlar sözün əsilməsində, ünsiyyətdə çətinlik çəkirlər. Bunun kökündə valideynin hər hansı bir səhv yanaşması dururmu? Bugün nəyi səhv eləyir analar? Biz 90'ların uşaqlarıyıq, əksəriyyətimiz indiki valideynlər. Bizə səhv yanaşılıb, biz də səhv yanaşırıq. Bizə hər şeyə yox deyilib. Ona görə biz də uşaqlara hər şeyə olmaz, yox deyilib. Biz də ona görə bunun əksini eləyirik. Çünki adını qoymuşuq ki, bütün o yoxlar, olmazlar hamısı travmadır. O deyil. Bu bir. Travma deyil. Hə, travma deyil. Hər şeyin üstündə travma adı qoymayaq da, yaxşı deyil. Və indi biz bunun əksini eləyirik. Biz elə bil ki, biz
deyirəm ki, biz qul uşaqlar sayılmışıq. İndi bizim uşaqlarımız şah əsəri sayılırlar ki, nəfəs almayaq, ayaman şah əsərdə nəsə olar. Ki yəni bir şey ki, düşünün də biz bağçaya qoymuruq uşaqlarımızı ki, xəstələnərlər. Yəni uşaq evdə də oturub xəstələnə bilir onsuz. Və biz axı uşaqlığımızda biz nə işləyirdik? Xəstədir, heç də olmaz getsin, immuniteti formalaşacaq. İndi bunu eləmək olar uşaqlara. Deyir yeganə nəsilik ki, əvvəl valideyndən söz eşitmişik, indi də uşaqlarımızdan. Точно. Uşaqlar bizi haqq məhkəməsinə qədər verməyə hazırdılar bu dəqiqə. Həqiqətən. Yəni bugün mənim hüquqlarım var, mənim haqlarım var, valideyn söz deyə bilməz. Və təbii ki, burada indi yarı zarafat, yarı ciddi danışırıq. Təbii ki, bu psixoloji faktor var. Bu heç. Bu fonda indi psixoloqlar bu haqqda danışsa daha detallı sizə məlumat verərlər. Və təbii ki, bundan əlavə bu telefon, televizor əsri, texnologiya əsri və yeni dəyişdirilmiş qidalar. Çünki biz nə yediyimizi həqiqətən artıq bilmirik. Bəzən olur ki, göyərti belə alırsan, buradan nə iyi gəlir, başa düşə bilmirsən. Həqiqətən. Ki, bu ümumiyyətlə harda gəlirmi ki? Hə, iyi gəlirmi ki? Hə. Yox, bəzən yox. ümumiyyətlə iyi gəlmir, sözünüzə qüvvət. Ayşən, sənin bir paylaşımın var idi, onunla bağlı mən soruşmaq istəyirəm. Başlığı unutmuşam, hamiləliklə bağlı paylaşmışdın. Dedin ki, övladınızın autizm olmasını bilə bilərsinizmi, yoxsa autizm olmaya bilərmi? Autizmlə sığortalana bilərsiniz. Hə, hamilə Bəli. qadınlara ünvanlamışdın o çıxışını. Mən çox xahiş edirəm onunla bağlı fikirlərini burada da Bizim elə bir deyəsən. proqramımız var. Aha. Biz bunu əslində altdan aparırıq. İndi hal-hazırda siz sual verdiniz, qoy deyək. Oradan görmüşsün. Mən izləyirəm sizin səhifənizi. Biz sağlıq olsun inşallah hələ də belə böyük bir seminara hazırlaşırıq onunla bağlı. Ancaq ondan əlavə biz hamilə qadınlar və yaxud da ana olmağı planlayan ailələrlə işləyirik, ana-ata olmağı. Möhtəşəm. Ki autizmlə sığortalanma faktoru deyəndə biz nəyi nəzərdə tuturuq? Aha. Autizmlə onu izah edirik. Mümkündürmü? Mümkündür. Nə gözəl. Mümkündür. Nə gözəl. Və burada bu mümkündürün altında nələr yatır? Bu biraz çox böyük mövzudur. Aha. Çünki o indi bir tərəfini başlasam gərək çox uzun danışaq və təəssüf ki biraz Yox, xırdalamasaq da Ayşən, mən nəyi bilmək istəyirəm ki, biz buradan dinləyicimizə nəyi çatdıraq? Bugün ana olmağa, ata olmağa hazırlaşan gənclər, gənc ailələr bilsinlər ki, nəsə bir şey edə bilərlər. Bəli, filiallarına müraciət eləyə bilərlər. Aha. Biz onlarla saatlarla görüş salırıq. Bir neçə gün və biz onlara müəyyən proqramlar təqdim edirik ki, yəni buna diqqət eləyəcəksiniz, bunu hansı hallarda risk daha çoxdur, odur, budur. Belə deyək də, uşaq autizm diaqnozu olaraq dünyaya illaki gələcək. Axı elm nə deyir hal-hazırda? Elm deyir ki, autizm hamıda var. Bəli. O hamı sözünün məsuliyyətinin altına girmir və deyir ki, bir çoxlarımızda var. Elm bu dəqiqə bunu təsdiqləyir. Bilirsiniz, biz sizinlə bir 10 ildən çoxdur ki, efirlərdə görüşürük. Bəli. Elm bunu deməyəndə belə mən bunu efirlərdə deyirdim cəsarətlə ki, yəni autizm bir çoxlarımızda var. İndi artıq elm bunu təsdiqləyir. İndi bu nə deməkdir? Bu deməkdir ki, dünyaya gələn uşaqların əksəriyyətində autizm ola bilər. Sadəcə bunu necə eləyə bilərik ki, bir növ yüngül, daha yüngül forması olaraq dünyaya gəlsin. Biz nə edirik? Biz deyirik ki, uşaqları erkən təlimə başladın. Biz erkən təlimə ana bətnində başlayırıq sadəcə. Bir fərqi bundan ibarətdir. Möhtəşəm. Ki, yanaşmadır. biz bütün nəsli kökü, belə yaxın nəsli kökü araşdırırıq, yaxın 10 nəfəri. Ana, ata, nənələr, babalar, varsa xala, dayı, əmi, bibi, bütün bunlar araşdırılır. Böyük qardaş, böyük bacı yox. Məhz bu üslər 10 nəfər necə lazımdır hər tərəfli araşdırılır və onlarda olan autistik göstəricilər, duyu problemi ola bilər, psixoloji ola bilər, sosial hər hansı bir fobiyalar ola bilər, fərqi yoxdur. Bütün bunlar araşdırılır. Başa düşürsən ki, növbəti doğulan uşaqda bax bunlar risk olaraq var. O biri doğulan uşaqlara nəyə baxırsan, görək bunlardan hansı paylanılıb digərlərinə. Onun riski artıq daha yüksəkdir. Və yaxud da baxırsan dərəcəsinə görə, burada çox yüksəkdir. Növbəti uşaqda bu çox az olacaq. Heç bundan işləməsəydi olar, məsəl üçün. Yəni orada çox kiçik bir detaylar var. Biz bütün bunları araşdırırıq, proqram qururuq, veririk və çox uğurlu da gedirik hələ ki. Möhtəşəm. Media doktoru dinləyirsiniz. Media doktoru dinləyirsiniz. Bugün mənim müsahibim Ayşən Nəcəfovadır. Parlaq Psixoloji Nitq İnkişaf Mərkəzinin rəhbəri, eyni zamanda defektoloq, loqoped. Əlaqə saxlamaq istəyən dinləyicilərimiz 055 893 72 79 nömrəsini yığa bilərlər. Bir daha səsləndirirəm. Bəzən dinləyicilərimiz deyir ki, nömrəni yazmağa çatmırıq. 055 893 72 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Biz bugün autizmdən danışırıq. Fasilədən öncə Ayşən dedi ki,
hətta hamiləlik dövründə belə valideynləri və yaxın qan qohumlarını, yaxın qohumları dəyərləndirərək biz autizmlə təqribən hamilələrimizi qoruya bilərik ki, övladı sağlam dünyaya gəlsin və nə dərəcədə risk daşıya bilər, bunu öncədən bilə bilərik. Bu çox gözəl bir proqramdır. Bunu səhifənizdə görmüşdüm və elə buradan da səslənək dinləyicilərimizə. Onlar da bilsinlər ki, artıq yavaş-yavaş hətta bundan sığortalanmaq deyə bilərik. Bəli, bir növ elə deyək ki, yəni autizmlə sığortalanmaq mümkündür. Biz bunu nəyə görə hələ çox açıb ağartmırıq? Bilirsiniz, bir ara biz autizmdə sürətləndirilmiş proqram, 21 günlük parlaq təlim proqramları, biz hardasa bir 4-5 ay onun təcrübələrini apardıq. Daha sonra biz bunu çıxartdıq. Belə deyək də bir növ bazara göstərdik ki, yəni bu mümkündür. Biz indi böyük danışırıq ki, 21 günlük parlaq təlim proqramımız var, sürətləndirilmiş proqramımız var autizmlərlə bağlı və çox əminik ki, bayaq o TikTokda yazan kimi qaranti veririk ki, yəni mütləq inkişaf olacaq, nəticə olacaq. Nə gözəl. Bu çox yaxşı bir şeydir. İndi bu dediyimiz isə autizmlə sığortalanmaq məsələsini də artıq hardan baxsaz bir 11 ya 12 nəfər ailələr var çalışdığımız. Onlarla çalışırıq. İndi düzdür, hamısını birbaşa video roliklərini çəkib paylaşa bilməyəcəyik. İndi birisi də Azərbaycan məsələləri. Amma hər halda bir çıxış yolu tapacağıq ki, necə sənətlərsə bunu göstərə insanlara ki, anonim bir şəkildə, ya necəsə ki, yəni bundan bizim bu proqramlarımızdan istifadə edənlər var və nəticə alanlar var. Ki, baxın, belə deyək də, burada sadə məntiqdir. Əslində çox belə abartmayaq. Bilmirəm, mən autizm haqqında bəzən özümdə çıxışlarıma baxıram. Deyirəm, mən çoxmu utopik danışıram görəsən. Ancaq sonra başa düşürəm ki, mən inandığım məsələni, fikri sadəcə olaraq təbliğ edirəm. Ki, autizm, ay ağır, ay gərgin, yox, yəni nə gerək var? Bunlara ehtiyac yoxdur. Problem var, həlli də var. Yəni. Və autizmə biz nə deyirik? Erkən təlim. Okey də, yəni bunu ana bətindən başlayırıq sadəcə. Çox sadə bir də halda əslində. Yəni bizə görə ən azından hələ ki sadədir. Autizm təlimi görən bir balamız bunu daima etmək məcburiyyətindədirmi? Yox. Bilirsiniz, bir yerə qədər ümumiyyətlə, bir yerdən sonra deyirəm ki, valideynlərin bu dəqiqə əksəriyyəti autizm sindromlu uşaqların. Bir yerə qədər dediyimiz nədir? Aşağı, yuxarı, neçə müddətdir? Yox, müddət məsələsi deyil. Biz orada valideyn faktoruna baxırıq. Artıq başa düşürüksə ki, valideyn özünü seminarlara gedib, təlimlərə gedib. Çünki biz valideynlərimizə mütləq bunu aşılayırıq. Ki, sizin autizm sindromlu və təbii ki, dərəcə faktoru var. O da indi autizm ilkin əlamətləri olan valideyndən bunu təkidlə istəmirik. Amma baxırıq da, tutan bir klassik autizmdirsə, biz bunu mütləq valideynə deyirik ki, xahiş edirik, gəlin seminarlarda iştirak edin, təlimlərimizdə iştirak edin və ödənişsiz şəkildə. Dərslərdə hətta gəlin oturun ki, çoxlu öyrənin ki, sizin məlumatınız olsun. Biz artıq başa düşəndə ki, valideyn bu işi bir növ çözüb, biz artıq işin bir çox qismini ötürürük valideynə. Nə vaxta qədər təlimə gələcək? Əlbəttə ki. Və bir də bir nüansı vurğulamaq istəyirəm. Buyur. Valideynlərin biraz inamsızlığı yaranır sosial şəbəkələrə görə. Yəni, sosial şəbəkə dediyim mərkəzlərin paylaşımlarını demirəm. Hal-hazırda 18, 19, 20 neçə yaşında olan autizmli fərdlər var və hansı ki, onların anaları sosial şəbəkələrdə səhifələr açıblar və iddia edirlər ki, təlim boş şeydir, biz nə bilim 3 il getmişik, kimsə deyir 7 il getmişik, kimsə deyir 2 yaşından getmişik və uşaqda heç bir əlləyiş yoxdur. Onlar düz danışırlar, yalan danışmırlar. Mən onları anlayıram və başa düşürəm, hətta bir çoxlarını izləyirəm də mən. Lakin ötürdükləri mesaj yanlışdır. Ki, onların uşaqlarının autizminin o əsas o fundamenti, o təlimin qəşəng fundamenti atırılacaq dövrdə o bayaq dediyim məsələ, duyğu məsələlərini biz bilmirdik. Ergoterapiya anlayışı yox idi. Duysal sferdəki çətinliklər anlayışı yox idi. Mən özüm hərdən yadıma düşür ki, uşaqlarda məsələn, nə bilim, bir 10 il bundan qabaq bir şagirdim var idi, onun ciddi toxunsal məsələsi var imiş. Düzdür, o uşaq bugün danışır, məktəbə gedir, amma mən artıq o ergoterapiyanı, duysal sahəni müəyyən qədər öyrənirəm deyə özümü o qədər narahat istəyirəm o yadıma düşəndə ki, mən əslində bilmədən eləmişəm, vallah bilsəm eləməzdim. Amma bilməmişəm ki, duyu var, nə bilim, ergoterapiya sahəsi var. Mən ona görə logoped kimi yox başlamışam işləməyə ki, ay danışacaqsan, neynəyəcəksən, o bu. O deyir, qaş düzəldərkən göz çıxartmışıq da bir növbəsində. Bunu bilmədən eləmişik. Çünki yox idi bizdə, amma indi var.
İndi artıq indi biz Amerikaya getmək çox rahatdır. Mənim yadımda mən illər öncə təhsillə bağlı Amerikaya gedəndə o bütün qonum, qonşu, işdə, nə bilim, nəsil kök hamı ki, ay filan kəsin qızı, filan kəsin nəvəsi Amerikaya gedib oxumaq üçün. İndi amma daha belə çatlandı da, rahatdır. Və bu təbii ki, bizə yaxşı nüanslar qatır. Və autizm sindromlu uşaqların həmin o mamalarının o paylaşımları məni çox üzür. Üzür ona görə ki, neçə illərin əziyyətinin, zəhmətinin ortada bir bəhrəsi yoxdur və üzür ona görə ki, ötürdükləri mesaj yanlışdır və bunu təbii ki, onlar pislik eləmək, əksinə onlar da inandığı məsələni, iddianı sadəcə təbliğ edirlər ki, hə, yəni uşaqda irəliləyiş olmayıb getməyin. Amma o dönəmlə bu dönəmin şərtləri fərqli idi və hətta sosial şəbəkələrin özü olsun. Mən yadımda illər öncə, bir 7-8 il bundan öncə biz bu işə başlayanda mən davamlı canlılar açırdım, təlimləri, plan hamısını paylaşırdım, əvvəl sonraları. Bizdə ölkədə yox idi elə hallar. Yəni hamı sadəcə poster paylaşırdı ki, hə, bizdə filan müəllim işləyir, bizdə filan diaqnozlar var. Yəni əvvəl sonra videoları yox dərəcəsində idi. Hə, bizdən sonra artıq, məsələn, yadımda ölkədə biz böyük bir ajotaj yaratmışdıq ki, uşaqların əksəriyyəti o qədər uşaq gəlmişdi ki, bizdə onda konsultasiya. Mən bir dənə video paylaşmışdım ki, mütləq uşaq şamı üfləməyi bacarmalıdır. Bəli. Və bu nəfəs aktı deməkdir əslində. Məsələ o şamda deyil. O qədər insanlar bizə müraciət Ayşən, eləmişdi. hələ üfləməyi deyirsən, hələ o çeynəmə məsələsi. Bugün uşaqların əksəriyyəti çeynəmənin nə olduğunu bilmir. Blenderdan keçirilir, veririk uşaqlara yeməkləri. Horra şəkildə qida uzun müddət verilməməlidir uşağa. Çünki çeynəmə aktıdır, nəfəs aktıdır, birbaşa danışığa dəstək olan amillərdir. Bunlar yaxşı vəziyyətdə olmalıdır ki, danışıq da yaxşı vəziyyətdə olsun və bir də kiçik motorika. Burada bizim müəllimlərimizdən biri var, Esma Kazımova, onun adını çəkmək istəyirəm. Demək, illər öncə Esma Kazımovanın bir dediyi bir fikir var idi. O hələ də qulağımda sırğa kimidir və çox tez-tez demək olar ki, istifadə edirəm bundan ki, baxın, bu kiçik motorika var, bu çox önəmlidir. Yəni əl əməyi. Bəli. Və uşağın plastilinlə işləməsi, oynaması, palçıqla. 8 yaşında qarşı tuta bilmir. Təbii ki, onun nitqində problem olacaq. Əlbəttə. Barmaq ucları işləməlidir uşağın. Bəli, iflic keçirdən insanlara baxaq və insult keçirdən. Məsələn, əli işləmirsə, hansısa sağı solu, avtomatik onun nitqində problem yaranır. Çünki kiçik motorika, orada müəlliməmiz demişdir ki, o kiçik motorikanı idarə edən nöqtə nitqimizi idarə edən nöqtə yanbayandır. Bu yaxşı olan da vurub onu da tərpədir. Və danışıqda sadəcə bu dediyim o çeynəmə aktı, nə bilim, nəfəs lazım deyil. Bura çeynəmə aktı da daxildir, nəfəs də daxildir, dilin o gimnastik artikulativ vəziyyəti daxildir, kiçik motorika daxildir. Kiçik motorikanı o kökü başlayır böyük motorikadan, qaba motorlar, ayaqlar hərəkətli olmalıdır. Yəni bu vəhdət təşkil edir, bir-birini tərpədir. Və biz uşaqlarımızı tənbəl böyütdüyümüz sürəcə uşaqlarımızda da bu problemlər olacaq. Hələ nə diqqətimi çəkib, nevroloq həkimlərimizdən biri dedi ki, uşağa diqqət eləyərək, nəzarət eləyərək bir neçə dənli bitkini bir-birinə qatıb onları ayırmasını tələb eləmək lazımdır. Məsələn, buğdanı, qarğıdalını, düyünü qarışdırın bir-birinə və uşaqlarınıza deyin ki, məsələn, buradan qarğıdalını ayır, düyünü ayır, arpanı ayır ya da buğdanı ayır. Əl-göz koordinasiyası. Bəli. Gözləmə. Həm də kiçik motorika işləsin. Nəticə gözləyirsən və kiçik motorika işləyir. Amma bugün düyülər təmiz olduğu üçün mən uşaqlığımızı xatırlayıram. O vaxtlar düyü təmizləyirdik anamıza. Amma indi bunlar olmadığı üçün, yəni bugün həyat hər tərəfli rahatdır və təbii ki, bizim övladlarımıza da rahatdır. Amma bunları eləmək lazımdır. Onlara da yaşadığımızı yaxşı bir formada onlara da yaşatmaq lazımdır. Həm əlləri əməyə öyrəşsin, həm kiçik motorikaları inkişaf eləsin, həm də ki beyinləri inkişaf eləsin. Övladlarımızı əmzikdən vaxtında ayıraq, pamperslərdən, daha doğrusu uşaq bezlərindən vaxtında ayıraq. 10 aylığında uşaq adına reaksiya verməlidir, baxmalıdır, izləməlidir. Sonra yaxınlarını tanımalıdır, emosiyaları müəyyən qədər tutmalıdır. Uşaq ən gec 1 yaş 1 ayında tam sərbəst yeriməlidir, tamamilə sərbəst. Uşağın ümumiyyətlə 2-3 yaş arası çox-çox önəmlidir. Nitq özündə olmalıdır, yaxşı vəziyyətdə. Gecə bezlərindən çıxmış olmalısınız, mütləq şəkildə maksimum 2 yaş 2 ayına qədər çıxmaq lazımdır. 1 yaş 6 ayının o tərəfə bu tulka, əmzi istifadə eləmək olmaz. İkincili qidalara vaxtında keçmək lazımdır. Uşaqlara meyvələri ancaq o, nə deyirlər, o çəkən, adı yadımdan çıxdı.
Blenderdan ancaq keçirdib vermək olmaz. Dişləsin, yesin, əziyyət çəksin. Biz yetəri qədər zəhmət çəkmişik, biraz uşaqlar da ağız zəhmət aparatı çəksin. işləsin, dişi, dodağı, damağı. Hətta doktorlarımız deyir ki, uşaqların dişinə baxırsan ki, uşaq çeynəmir. Yəni diş formalaşmayıb, damaq formalaşmayıb uşaqlarda. Ayşən, təşəkkür edirəm sizə. Çox sağ ol gəldiyin üçün. Sənin çox möhtəşəm kollektivin var. İzləyirəm səhifənizi. Bu arada yaxınlıqda görüşmüşdünüz, gördüm. Bəli, ad günümüz idi çünki. Doğrudan. Bəli. Ay, nə gözəl. Təbrik edirəm sizə. Neçə il idi? Təşəkkür edirəm. Bizim parlaq olaraq 2 yaşımızı qeyd edirik. Komanda olaraq isə artıq 10 ilə yaxındır. Orada adda rebranding oldu, bilirəm. Təbrik edirəm səni, komandanı, o mehriban insanları. Maşallah, o qədər mehriban idiniz. Mən orada bir kollektiv yox, tələbə yoldaşlarını gördüm az qala. Çox səmimi bir ortam və düşündüm ki, belə bir rəhbərliklə, belə bir komandayla mənfi nəticə əldə etmək mümkün deyil. Çünki insanların ruhu, yanaşması və s. çox önəmlidir. Təşəkkür edirəm sənə. Ayşən Nəcəfova bizim qonağımız idi. Parlaq Psixoloji Nitq İnkişaf Mərkəzinin rəhbəri, defektoloq, logoped. 051 893 72 79 ilə əlaqə saxlaya bilərsiniz. Biz ayrılan zaman yekunlaşır. Özünüzə yaxşı baxın. Hər zaman xoş əhval-ruhiyyədə qalın.